Salamlar, hər vaxtınız xeyir olsun. Bu gün məzunlar üçün keçirilmiş buraxılış imtahanlarının suallarını sizə təqdim edəcəyik. Deməli, başlayırıq 31-ci sualdan. Düzgün yazılmış sözləri müəyyən edin. Katalizator, səhv yazılıb olacaq nə? Katalizator. Bir səhvdir. İpoteka, düzdür, ipoteka. Mesenat daha çox 2 sıyla verilir, çaşdırırlar. Amma 1 sıyla yazılır, 3 də düzdür. Kinematografiya deyil, kinematografiyadır. Kinematografiya. Qısa şəkildə yazdım. Səhv eləmirəmsə 9-ların buraxılış imtahanında da var idi bu. Düşmüşdü, orada verilmişdi. Sadəcə variantların içərisində verilmişdi. Tələffüzü ilə bağlı məqam idi. Orada da yazılışın bu cür yazmışdılar. Amma kinematografiya yazmışlar. Ona görə kino yox, kinematografiyadır. 4 də səhvdir. Simfoniya da düzdür. Simfoniya bizdən nə istəyir? Düzgün yazılmışlar. 2, 3, 5. C variantı. Sonra 32-ci sual. İkinci il qərarlaşdırdı ki, başqalarına başa salmaq üçün özü hələ daha artıq biliyə möhtacdır. Demək, təsriflənməyən feil tərkib əmələ gətirmişdir. Təsriflənməyən feil tərkib əmələ gətirmişdir. Baxırıq. Təsriflənməyən feilimiz nə var? Başa salmaq. Baxın, frazeoloji birləşmədə əvvəlləri nə atırmışam? Əgər bu tək olsaydı, tək ifadə olunsaydı, əvvəlində heç bir söz olmasaydı, tərkib əmələ gətirməyəcəkdi. Amma əvvəlinə bir söz artırırıqsa onun, baxın, başqalarına, gəlib nə edəcəm? Tərkib yaradacam. Tərkibin məntiqi nədir? Tərkib də bildiyimiz birləşmədir. Birləşmənin məntiqi nədir? 2 müstəqil söz olmalıdır. Bir başa salmaq, frazeoloji birləşmə 1. Yəni bir söz, indi mürəkkəb feil götürülür. Başqalarına da bir söz. Bu cür hal olduqda tərkib əmələ gətirəcək. Nə üçün özü hələ də daha artıq biliyə möhtacdır? Başqalarına başa salmaq üçün özü hələ daha artıq biliyə möhtacdır. Demək, 1 olacaq düz. Köməkçi nitq hissələrindən biri əsas nitq hissəsi ilə amonimdir. Köməkçi nitq hissələri hansılardır? 2 var burada, bağlayıcı. 3-ün var, qoşma. Bir dənə var, daha var, ədat. Bitdi, getdi. Bunların heç biri əsas nitq hissəsi ilə amonimlik yaratmır. Kimi olsaydı, kimi bir qeyri-müəyyən əvəzlik kimi, bir də qoşma kimi amonimlik yaradır. Demək, 2 nə olacaq? 2 getdi. 1 düzdür, 2 getdi. Sifətlər ismin sualına cavab verir. Neçə sifətim var mənim burada? 1 artıq, bir də başqaları. Başqaları olar. Nəyə görə? Baxın, başqa adamlara, baxın, deyə verə bilirəm də. Ları qəbul eləyib, ını da qəbul eləyib. Başqaları rahatlıqla ismi xüsusiyyətlərini qəbul eləyib. So, bitdi, getdi. Sifətlər deyir bizə, amma ikinci sifətimiz elə olduğu kimi öz yerində qalıb, isimləşməyib, çünki özündən sonra təyin elədiyi bir söz var, o da bilik sözüdür, bilik isimdir. Ona görə 3 səhv olacaq. Təsriflənən feil xəbər şəklində məlum növdədir. Təsriflənən feil xəbər şəklində məlum növündə. Baxaq, qərarlaşdırdı. Buranı silək, rahat görək. Nə etdi? Qərarlaşdırdı. D-ya görə özümüzü çaşdıra bilərik. Düzdür. Amma burada hərəkətim kim tərəfindən başqa birinə edilmir. Ümumiyyətlə, başqasına gördürmürsən bu hərəkəti. Sən burada nə edirsən? Qərarlaşdırdığın artıq məlumdur. Çünki o qərarlaşdırdı. Məlum olduğuna görə nə olacaq? Məlum növ olacaq. Xəbər şəklində məlum növdədir. Qərarlaşdırdı, şudi keçmiş zaman şəkilçim. Ona görə də 4 də düz olacaq. Demək, 1, 4 düzdür. Zaman zərfi müstəqil cümlə üzvü deyil. Zaman zərfi hansıdır? Hələ. Müstəqil cümlə üzvüdür. Heç bir tərkibin daxilində deyil. Özü daha artıq biliyə hələ. Nə vaxt? Hələ. Rahatlıqla zərfli idi. Ona görə 5-i də çıxırıq. Yönlü yal şəkilçili isim quruluşsa düzəltmədir. Nəyə möhtacdır? Biliyə. Bil sözün kökü, feildən isim düzəldən ıq, iç, uq, üç şəkilçisi, bilik. Nəyə möhtacdır? Biliyə yönlü yal şəkilçisi, ə də burada.
Demək 6 da oldu düz. Cavabımız olacağına 1, 4, 6. Nümunələrə əsasən uyğunluğu müəyyən edin. Nümunələrə əsasən Vahidin istəyi uşaqların bu gün şəhərə getməyi idi. Vahidin istəyi nə idi? Uşaqların şəhərə getməyi. Baxın, uşaqların getməyi 3-cü növ. İdi də qoşuldu buna. Xəbərə çevirəcəm. Olacaq nə? Bir yerdə xəbər. Nə uşaqlar bu gün şəhərə getməyi idi? Vahidin istəyi. Baxırıq, ikinci dərəcəli üzv işlənməyən sadə cümlədir. Cümlə üzərində mübtəda zərfli. Zərfli yoxdur burada, A gedəcək. Biri aid olanlardan. Ümumi şəxsli cümlə deyil, çünki mübtədam var. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. Burada işarə əvəzliyi yoxdur. Üçüncü növ var. Bu gün ola bilərdi. Bu gün də burada mürəkkəb zərfdir. Üçüncü növün daxilindədir. Onsuz da parçalaya bilməyəcəm. İşarə əvəzliyi təyini bu getdi. İkinci dərəcə üzv işlənməyən sadə cümlədir. Bəli, mübtədadır, xəbərdir. 2 qrammatik əsasım yoxdur. Ona görə 1-ə nə gedəcək? 1-ə gedəcək D. Bütün zəiflərin güclü, bütün güclərində bir zəif tərəfi var. Baxırıq buna. Bütün güclərin də tərəfi var. Güclərin tərəfi bir yerdə mübtəda var da xəbər. Burada predikativ sözüm var. Predikativ sözüm varsa cümlənin xəbəri sualı cavab vermir. E variantı. Mübtəda zərfli burada güclü tərəfi təyinimiz var. İşarə əvəzliyi burada yoxdur. Bütün var. İşarə əvəzliyi yoxdur. Ona görə də elə ikinci onu da yazdıq. D variantın 1-ə. 2-yə getməyəcək. Cümlənin xəbəri suala cavab vermir. Var. 2-yə nə yazacaq? E yazacaq. Onun bu sözünü eşidincə Rüstəm ayağa qalxdı. Rüstəm nə vaxt ayağa qalxdı? Baxın, ayağa qalxdı. Bir yerdə xəbər. Kim? Rüstəm. Nə vaxt? Onun sözünü eşidincə. Onun sözü 3-cü növ, eşidincə də feili bağlama. Demək, aslı tərəfim. Baxın, onun sözünü, bir də eşidincə. Feili birləşmədir. Əsas tərəfim feili bağlama, aslı tərəfimdə onun sözü. Demək, nə olacaq? Zərfli, mübtəda, xəbər. Burada var işarə əvəzliyi. İşarə əvəzliyi burada təyin funksiyasında deyil. Çünki 3-cü növün daxilindədir. Mən götürə bilməyəcəm. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. Olmaz. Ümumi şəxsli cümlədir. Yenə mübtəda xəbərim var. B yenə gedəcək. C yenə gedəcək. Sonra A-ya baxaq. Cümlə üzvlərindən mübtəda zərfli xəbər işlənib. Rüstəm mübtəda zərfli. Onun bu sözünü eşitincə ayağa qalxdı da xəbər. Cavabımız olacaq A variantı. Demək, 1D, 2E, 1D, 2E, 3D A. Hardadır? C variantında. Sonra 34. Nümunədə işlənmiş ara sözlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Sözün qısası bu işləri sabah təhvil verməliyik. Ara sözlə. Sözün qısasıdır. Düzdür? Ara sözlər nə cür ola bilər? Hansı formalarda ola bilər? 1. Söz şəklində ola bilər. 2. Söz birləşməsi şəklində ola bilər. 3 də cümlə şəklində ola bilər. Baxırıq, əvvəla ara sözü ilə sinonimlik yaradır. Əvvəla ara sözü ilə sinonimlik yaradır. Yox, niyə görə yaratsın ki? Sözün qısası burada ümumiyyətlə cümlə arasında əlaqə yaradır. Əvvəla ara sözü ilə də sinonim deyil. Nəyə görə sinonim deyil? Çünki əvvəla sıra bildirir. Sözün qısası isə nitq hissələri arasında əlaqə yaradır. Yəni, məsələ budur. Ona görə də 1 gedəcək. Doğru fikir deyil. Sıra bildirir, əvvəla bildirər, amma sözün qısası bildirməz. Bayaq da dediyimiz kimi. Kontekstə görə ismi birləşmə kimi də işlənə bilər. İsmi birləşmə kimi işlədə bilərik. Baxaq. Sözün qısası, məsəl üçün, sözün qısası tutaq mənə daha uyğundur. Uzun şəkildə ifadə eləmirəm, məsəl üçün. Sözü qısa şəkildə ifadə etməyim, sözün qısası mənə daha uyğundur. İşlədə bildim bunu birləşmə kimi.
İşlədə bildim. Ona görə 3 nə olacaq? Düz olacaq. İfadə vasitəsi modal sözdür. Baxın, bütün modal sözlər ara sözdür. Amma bütün ara sözlər modal söz ola bilməz. Nə vaxt modal söz ola bilər ara söz? Sözlə ifadə olunduqda. Çünki modal söz nədir? Köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsi də morfologiyada keçirir. Bunu nə söz birləşməsi şəklində, nə də cümlə şəklində ola bilməz. Ona görə biz bu qaydanı deyirik. Bütün modal sözlər ara sözdür. Amma bütün ara sözlər modal sözlər deyil. Söz birləşməsi şəklində, bir də cümlə şəklində olan ara sözlər modal söz ola bilməz. Burada deyir ki, ifadə vasitəsi modal sözdür. Yox, ifadə vasitəsi söz birləşməsi ilə ifadə olunmuş ara sözdür. Ona görə yanlışın altından yanlış olmalıdır. 4 yanlışdır. Ona görə düz cavab kimi götürəcəyik. Beləliklə sözü ilə əvəz edilsə cümlədə məna dəyişikliyi baş verməz. Düzdür. Beləliklə də elə nitq hissələri arasında əlaqə yaradır. Mən qoysam onu dəyişiklik, beləliklə bu işləri sabah təhvil verməliyik. Qoysam onun dəyişikliyi baş verməyəcək. Ona görə də yanlışın altından yanlış olmalıdır deyə bu doğru fikirdir. Biz bunu nə götürəcəyik? Səhv götürəcəyik. Özündən sonra cümlənin intonasiyasına asılı olaraq yalnız nida və sual işarəsindən istifadə oluna bilər. Yox, biz burada nöqtədən də istifadə edə bilərik. Yəni orada bir problem yaranmayacaq. Ona görə də nida sual nöqtə olmalıydı. 6 da yanlışdır. Düz cavab kimi götürəcəyik. Çünki yanlış fikirdir. Cavabımız nə olacaq? 3, 4, 6. B variantı. Baxırıq. Gəlin darandı. Körpəsi ilə qucaqlaşdı. Uşağın hərəkətləri onu neynədi? Güldürdü. Uşağın hərəkətləri onu nə etdi? Güldürdü. Baxırıq. Gəlin darandı. Öz üzərində icra elədi hərəkəti. Subyektimiz də var. Daramaqdan, daranmaq, şəkilçimiz də var. Görürük bunu. Bu da şudu keçmiş zaman. Deməli, birinci olacaq nə? Qaydış. Körpəsi ilə qucaqlaşdı. Quc sözün kökü, aq leksik, qucaqlamaq leksik, ş leksik, d qrammatik. Baxın, yenə yazaq bunu. Aq, la, ş, d. Demək, körpəsi ilə qucaqlaşdı. Neynədir? Qarşılıqlı şəkildə qucaqlaşdılar. Şəkilçimiz də var. Var, qucaqlayıb. Əgər burada laş bütöv olsaydı, mən onda onu laşi parçalaya bilməsəydim. Məsəl üçün, vidalaşmaq var. Baxın, vidalaşmaq var. Əgər vidalaşmaq olsaydı, mən onda onu nə götürəcəkdim? Məlum növ götürəcəkdim. Nəyə görə məlum növ götürəcəkdim? Çünki vidalaşdıqda mən lanı parçalaya bilmirəm. Lanı parçalamayanda nə olur? Bütöv laş şəkilçisi olur. Və bu zaman qarşılı birgəli növün göstəricisi olan ş şəkilçisini biz burada görə bilmirik. Ona görə də nə götürəcəyik? Ona görə də götürəcəyik biz bunu vidalaşın məlum növ. Amma burada parçalaya bilirəm. Göstəricim də var. Rahatlıqla nə deyəcəm? Qarşılı birgəli. Qaydış, qarşılı birgəli. Uşağın hərəkətləri neynədir? Onu güldürdü. Məlumdur kimi güldürməyi. Bəli, uşağın nə? Onu güldürdü. Uşağın hərəkətləri onu güldürdü. Kiməsə bunu elətdirmir bu işi. Kiməsə elətdirmir. Kiməsə elətdirmədiyinə görə bayaqçı testdə də dediyimiz kimi. Dur burada icbar yaratmayacaq. Bu bilirsiniz nəyə bənzəyir? Məsəl üçün deyirəm ki, işığı yandırdı. İşığı yandırdı. Kim yandırdı? O yandırdı. Bunu kiməsə elətdirmədi. Özü getdi yandırdı. Ona görə də nə olacaq? Məlum növ götürəcəyik biz bunu. Qaydış, qarşılı birgəlik, məlum. Cavab A variantı. Sonra kimin ki dostu var, o xoşbəxt. Cümləsi haqqında verilənlərdən biri yanlışdır. Baxın, kim xoşbəxtdir? O, kimin ki dostu var. Kimin ki nədir burada? Bağlayıcı sözdür. Demək, tərkibindəki cümlələr müəyyən şəxslidir. Baxın, kimin ki dostu var, onun dostu var. Mübtədam, xəbərim var. Kim xoşbəxtdir? O, xoşbəxtdir. Düppədüzdür. A düzdür. A düzdür. Həm baş, həm də budaq cümlə ismi xəbərlidir. Var. Predikativ xəbərdir. Nə götürəcəm? İsmi xəbər. Təsvirlənən feil deyilsə heç biri. Yəni, mən onları təsvirlənən feil olanda feili xəbər götürəcəm. Digər hallarda ismi xəbərdir. Xoşbəxtdir. Xoşbəxtdir nədir? Sifətdir. Sifətdir. Nə götürəcəm? Yenə ismi xəbər götürəcəm. Ona görə B variantı da getdi, A da getdi. Tabeli mürəkkəb cümlədir. Bağlayıcı sözlə ifadə olunub, bərabər hüquqludur.
C-də getdi. Birincisi budaq, ikincisi baş cümlədir. Bağlayıcı söz işlənib. Birincisi nə olacaq? Budaq, ikincisi də olacaq nə? Baş cümlə. Burada yazalım. Qarşılığı olmasın. Demək, tərkib hissələri bir-birinə bağlayıcı ilə bağlanıb. Yox, burada kimdən sonra, 2002-dən sonra artırılan, baxın, 2002-dən sonra artırılan ki, buranı silək. 2002-dən sonra artırılan ki ədatdır. 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 Bağlayıcı deyil. Kim də bağlayıcı sözdür? Budaq cümlə, baş cümlə nə ilə bağlanır? Bağlayıcı sözlə bağlanır. Ona görə A, B, C, D getdi. E variantı olacaq. 37. Xan, başına dönüm. Sən nişan verdiyin damdaşı tapdım. Qutunun qapağını qaldırdım. Nümunəsi ilə bağlı doğru fikirlər. Feili birləşməm nədir? Baxın. Xan, başına dönüm. Mən başına dönüm. Sən nişan verdiyin damdaşı tapdım. Mən tapdım. Qutunun qapağını elədim? Qaldırdım. Nəyi qaldırdım? Qutunun qapağını. Üçüncü növdür. Tamamlıqdır. Baxın. Nəyi tapdım? Damdaşı. Yenə tamamlıqdır. Mürəkkəb sözdür. Hansı damdaşı? Sən nişan verdiyin. Fe'li sifət birləşməsi. Bax, sən ayrı söz kimi, nişan verdiyin dıq üstü mənsubiyyət. Dıq üstü mənsubiyyət. Sonra fe'li sifət tərkib oldu. Fe'li birləşmənin tərkibində hərəkətin subyektini bildirən söz işlənib. Bəli, sən nişan verdiyin. Biri götürəcəyik. Sonra, xəbərlə sintaktik əlaqədə olan cümlə üzvü var. Var. Sintaktik əlaqədə olan nə var burada? İdarə əlaqəsində olan nə var? Tamamlıq var. Tamamlıq. Hansı o da? Damdaşı tapdım. Sonra nəyi tapdım? Damdaşı tapdım. Nəyi qaldırdım? Qutunun qapağını qaldırdım. Tamamlıqla xəbər arasında da hansı əlaqə olur? İdarə əlaqəsi olur. Ona görə xəbərlə sintaktik əlaqədə olan cümlə üzvü var. Fe'li hərəkətin subyektini bildirən söz də işlənib. Sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Baxın. Mən tapdım. Mən qaldırdım. Tapan kimdir? Mən başına dönüm. Elə həmciz xəbərlərim var. Var da. Var. Tabesizlik olacaq. Olacaq. Tabeli əlaqəm də var. Var. Sintaktik əlaqənin hər iki növü deyirsə, mən həm tabeli axtarmalıyam, həm də tabelisi axtarmalıyam. Tabelini də bayaq dedik, idarə əlaqəsi var elə adicə. O da bizim üçün kifayət eləyir. 3 də düzdür. Üzərində rəqəm yazmış sözlərdən hər biri tabeli əlaqəsində yalnız aslı tərəf kimi çıxış etmişdir. Baxaq. Nədir məsələ burada? Deməli, yalnız aslı. Tamamlıq xəbərlə əlaqədə, bunun rahatlığına görə, bax, damdaşı. Tamamlıq xəbərlə əlaqədə, yadınızda qalsın. Aslı tərəfdir. Tamamlıq xəbərin, ümumiyyətlə, xəbər mübtəda ilə əlaqədən başqa, digərləri ilə əlaqə, digər cümlə üzvləri əlaqəyə girdikdə, yalnız əsas tərəf olur. Burada da tamamlıq xəbərlə əlaqəyə girib, aslı tərəf olan nə olacaq? Tamamlıq olacaq. Amma, baxın, bizdən ümumi soruşur bu cümləni. Cümlə üzvləri arasında desəydi, bu okey idi. Yəni, biz deyərdik ki, aslı tərəfdir. Amma, burada ümumi soruşduğuna görə bizim söz birləşməmiz də var. Baxın, qutunun qapağını. Buranı silim, tam görünsün. Qutunun qapağı var. Qutunun qapağı olduqda, baxın, nə var burada? Uzlaşma əlaqəm var. Qutunun qapağı. Mənsubiyyətim var orada. Düzdür, uzlaşma. Qutunun əvvəldə də yəli hallı. Çünki üçüncü nöqtənin söz birləşməsinin tərəfləri arasında birinci tərəfi olur idarə əlaqəsində, mənsubiyyət hissəsi də olur uzlaşma əlaqəsində. O zaman uzlaşma əlaqəsində ox hardan hara çəkilir? Ox sol tərəfdən hansı tərəfə çəkiləcək? Sağ tərəfə çəkiləcək. Demək, qapağı sözü söz birləşməsinin tərəfləri arasında sintaktik əlaqədə olacaq nə? Əsas tərəf. Ona görə də yalnız aslı tərəf kimi çıxış etmişdir fikri yanlış olacaq. Mübtəda ilə xəbər arasında uzlaşma var. Ümumiyyətlə bu cümlədə mübtəda yoxdur. Bax, mən tapdım, mən qaldırdım, mən başına dönüm. Ümumiyyətlə burada nə olacaq? Başına dönüm də elə müraciət versiyasıdır. Başına dönüm.
Lap mən tapdım, mən qaldırdım. Mən ümumiyyətlə mübtədası burada yoxdur. Sən nişan verdiyində səndə fe'li sifətin tərkibindədir. Və sən xəbərlə burada uzlaşmır. Sən qaldırdın olsaydı, hə, okey idi. Amma 5 burada nə olacaq? Uzlaşma əlaqəsi, mübtədam yoxdur ümumiyyətlə. O görə cavabımız olacaq 1, 2, 3. Nümunələrin altında bütün isimlər mənsubiyyət şəkilçisi ilə işlənmişdir. Baxın, ay xala, bu nida olsa da, xala nədir morfoloji olaraq? İsimdir. Mənim xalam yoxdur ki burada. Deyə bilmirəm ki. M yoxdur da. Ona görə bütün isimlər mənsubiyyət şəkilçisi A-nı ilə çıxacam. Mənim neçə yaşım var? Yaşım burada. Mənim yaşım 3-cü növ. Yaş da mənsubiyyətdir. Okeydir, bu düzdür. Amma bütün isimlər deyir. Bir də nə var? Ağlınca var. Sənin ağlınca. Okeydir, burada da var. Amma xalada yoxdur. Günəşin şüaları. Günəşin şüaları 3-cü növdür. Birinci tərəf yəlik hal qəbul edib. Şüaları mənsubiyyətdir. Hər tərəfi eyni dərəcədə isitmirdir. Burada da yoxdur. Mənsubiyyət şəkilçisi yoxdur. B də 7. Qoyunu qoyun ayağından. Nəyi? Qoyunu təsirli al. Nə ayağından? Qoyun ayağı ikinci növ. Qoyun yəlik hal olacaq. Yəlik hal. Bircə dəqiqə. Olacaq. Yəlik. Qoyunu təsirli. Qoyun ayağı olacaq nə? Mənsubiyyət şəkilçisi dan çıxışlı hal. Keçini keçi ayağından. Əslində burada sənin keçini də olar mənsubiyyət baxımından. İki şəxsdə də. Bax, sənin keçini keçi ayağından, qoyunu qoyun ayağından bu cümləyə görə, kontekstə görə düşünə bilməyəcək, amma təsirli hal şəkilçisi var burada. Keçi ayağından, keçi ayağı da ikinci növdür. Keçi yenə yəlik, ayağı orada mənsubiyyət var. Bütün isimləri istəyir bizdən, ona görə C də getdi. Çöldə hər çiçəyin bir ətri olar. Yenə var, çiçəyin yəlik, ətri, mənsubiyyət. Çöldə yerli hal, gülün yəlik, gülün öz yeri mənsubiyyət, öz xətri mənsubiyyət. Bütün isimlər nə oldu? Bütün isimlər mənsubiyyət şəkilçisi qəbul eləmədi. Sonra mənim böyük düşmənim öz bəxtimdir. Mənim böyük düşmənim öz bəxtimdir. Baxırıq. Baxın, mənim əvəzidir. Mən götürə bilmərəm bunu. Yəli haldadır. Özdə şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Böyük sifətdir. Bunu da götürə bilmərəm. Düşmənim. Baxın, mənim düşmənim. Üçüncü növ, ikinci tərəf mənsubiyyət. Düşmənim bir isim. Öz əvəzidir. Mənim düşmənim öz bəxtimdir. Mənim bəxtimdir. Bu da bir isim. Sonra bitdi, getdi. Hər ikisi də mənsubiyyətdədir. E variantı. Qoy mən hicranınla qalın baş-başa. Sən qəm zəncirini qır, boynundan at. Leksik mənası olmayan sözlər işlənib. Baxın, qoy. Əsasən cümlənin əvvəlində gəlirsə ədat olacaq. Amma desəm ki, bunu neynəm? Bunu yerinə neynə? Qoy. Bu zaman cümlənin sonunda gələndə isə olacaq nə? Müstəqil feil. Olmayan sözlər işlənməyib deyir. Yox, işlənib. Bir səhv elə, birini tapdıq biz. Burada hələ hicranınla da var. La qoşması var. Sənin hicranın. Qoy mən hicranınla qalın baş-başa. Sən qəm zəncirini qır, boynundan at. Bütün qara şriftlə fərqləndirilmiş sözlər amonimdir. Bax, qır. Bir, binaların üstə tökülən qır deyirik. O mazutdan olan. Bir də nə isə qırmaq, feil kimi. At. Bir heyvan olaraq at. Bir də nə isə atmaq. 2 olacaq düz. Bəzi sözlərin sinonimi var. Var. Elə hicranın, hicran, qəm, qüssə, kədər, ələm. Sonra nə ola bilər? Qırmaq, sındırmaq ola bilər. Ona görə 3 də düzdür. Sonra bütün sözlərin həm leksik, həm də qrammatik mənası var. Qoy burada ədat olduğuna görə, la da qoşma olduğuna görə biz bilirik ki, köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. Ona görə də 4 səhv olacaq. Elə 4, 4, 1-i çıxanda yalnız 3, 5, ikinci misrada antonim olan sözlər də var. Qəm, sevinç ola bilər. Sonra
Qəm, sevinç ola bilər. Sonra nə var burada? Atmağın antonimi nə olar? Elə antonimi elə saxlamaq mənasında da işlənə bilər. Yəni orada bir problem yoxdur. Sonra qırmağın dediyimiz kimi qırmağın antonimi ola bilər. Qırmağın antonimi yox, qırmağın antonimi olmaz. Amma atmağın dediyimiz kimi atmaq, saxlamaq mənasında işlədə bilərik. Sonra orada nə var? Qəm dedik, sevinclə işlədə bilərik. Sonra antonimi dediyimiz kimi bir dənə də o ikisi olar. Atmaq, tutmaq, tutub saxlamaq. Ona görə də 5 də düz olacaq. 2, 3, 5 cavab B variantı. Fe'li sifət tərkibinin təyin vəzifəsində işləndiyi cümlələr. Cümlələri müəyyən edin. Baxın, fe'li sifət tərkibi uzaqdan gələnlərə tamaşa edən oğlan. Kim? Oğlan. Kim idi? Qardaşım idi. İdi qoşuldu xəbər. Hansı oğlan? Uzaqdan gələnlərə tamaşa edən oğlan. Bax, tamaşa edən uzaqdan gələnlərə. Qoşuldu iki söz, fe'li sifət tərkibi. Başına döndüyüm gül üzlü sona. Cavabımız elə A variantı olacaq. Baxa digərlərinə. Başına döndüyüm gül üzlü sona. Kim? Nə sona? Hansı sona? Gül üzlü. Hansı gül üzlü? Başına döndüyüm. Başına döndüyüm frazoloji birləşmədir. Bayaq da dediyim kimi əvvəlində onun başına döndüyüm olsaydı, məsələn deyək, söz artırsaydıq, məsəl üçün onun iki söz birləşərdi onda fe'li sifət tərkibi yaradardı. Amma bu zaman fe'li sifət tərkibi yaratmayacaq. Tək əgər bir sözdürsə, sadəcə yəni bu tərkib olmayacaq. Mürəkkəb fe'llə ifadə olunmuş bir təyin olacaq. Bitdi, getdi. B-ni ona görə çıxırıq. Sonra C. Səlim yad bir şəhərliyə bir dəqiqə digər ömrümün ilk çağı yadıma düşdü. Yadıma düşdü bir yerdə xəbər. Nə? Ömrümün ilk çağı. Səlim yad bir şəhərliyə bələdçilik etdiyini bildirdi. Baxın, nə etdi? Bildirdi. Kim? Səlim. Nəyi bildirdi? Yad bir şəhərliyə bələdçilik etdiyini. Tamamlıqla ifadə olundu. Ona görə C-ni də çıxacaq. Təyin olunmuş vaxtda imtahan başladı. Nə vaxt imtahan başladı? Baxın, hansı vaxtda təyin olunmuş, nə vaxt? Təyin olunmuş vaxtda nə etdi? Başladı, nə? İmtahan. Təyin olunmuş vaxtda. Burada təyin olunmuş nədir? Mürəkkəb fe'ldir. Yəni, mən bunu fe'li sifət tərkibi kimi götürə bilmərəm. Ona görə D-ni də çıxacaq. Parlayan ulduzlar sayrışanda onları seyr etməkdən doymurdu. Baxırıq. Parlayan ulduzlar sayrışanda seyr etməkdən doymurdu. Nə etmirdi? Doymurdu. Nədən? Seyr etməkdən. Kimi? Onları. Nə vaxt? Ulduzlar sayrışanda. Parlayan ulduzlar sayrışanda elə bir yerdə. Nə vaxt? Elə bu da bir yerdə olacaq fe'li bağlama tərkibi, təyin heç burada yoxdur. Ona görə də E variantı da gedəcək. Cavabımız nə olacaq? Uzaqdan gələnlərə tamaşa edən oğlan qardaşım idi. Bugünlük bu qədər. Sağ olun, hələlik.